Salam, birinci sualda peroksidləri bizdən tələb edir və biz bilirik ki, peroksidlərdə oksigenin oksidaşma dərəcəsi -1-ə bərabərdir. Burada barium O2-yə baxsaq, barium bilirik ki, müsbət 2-dir. Bunu x qəbul edirik. 2 plus 2x bərabər 0-a, x bərabər olur -1-ə. Həmçinin baxırıq natrium 2O2. Natrium bilirik ki, müsbət 1 oksidaşma dərəcəsi göstərir. 2 plus 2x bərabərdir 0-a, x bərabər oldu -1-ə. Baxırıq, deməli, həmçinin hidrogen peroksiddə müsbət 1x, 2 plus 2x bərabərdir 0-a, x bərabər olur -1-ə. Doğru cavab B variantında olacaq. A variantında barium oksiddə -2-dir. Yenə də C variantında barium oksid -2-dir. Həmçinin xrom 6 oksiddə -2-dir. Burada da deməli natrium 2O, bir də kalsium oksid, bunlar əsasi oksidlərdir. Yəni doğru cavab B variantıdır. İkinci sual, hansı halda yanlış turşu oksidləri verilmişdir? Turşu oksidlərində deməli NO duz əmələ gətirməyən oksiddir, sink oksid amfoter oksiddir. Burada natrium 2O2 peroksiddir, yəni oksid deyil. N2O duz əmələ gətirməyən oksiddir. Bizə də lazım olan turşu oksidləri A variantındadır. 2 qat duzları göstərin. Üçüncü sualda deyirdi ki, 2 qat duzlar onlardır ki, tərkibində 2 dənə metal olsun. Birincində bu sinkat turşusundan, yəni H2 sink O2-dən yaranıb, bu turşudan yaranıb və turşunun içərisində bu 2 ədəd hidrogeni biz silib, yerinə natrium yazmışıq. Bu 2 valentli, bu 1 valentli, natrium 2 sink O2. Yəni bu hissə sink O2 olan turşu qalığıdır. Buradakı metalı, yəni sink O2-ni biz sinki sadəcə metal kimi götürmürük. Bu hissəni turşu qalığı kimi götürürük. Ona görə də birinci artıq normal dozdur, 2 qat dozlara aid deyil. Deməli, üçüncü əsasi dozdur, amma ikinci ilə dördüncü 2 qat dozlara aid olacaq. Doğru cavab oldu. 3-də Y variantı. Dördüncü suala baxırıq. Metalın valentin bizdən tələb eləyir. Deməli, H2, xrom 2, O7. Dixromat və buradan biz hidrogenləri silib yerinə X yazmışıq. Onda bu 2 valentlidir. Həqiqətən də X də burada 2 valentlidir ki, deməli formul bu şəkildə yazılıb. Yəni hər ikisi oldu burada 2 valentli. Deməli A-yımız oldu 2 valentli. Y, H3PO4-ün biz deyirdik 3 dənə qalığı var. 1 H2PO4, bu 1 valentlidir. HPO4, bu 2 valentlidir. PO4 isə artıq 3 valentli olur da. Və H2PO4 yazmışıq Y-in yanına. H2PO4 1 valentlidir. Bu da 1 valentlidir ki, Y-ə indeks, deməli bu hissəyə indeks yazılmayıb. Yəni 1 valentli. Sulfat turşusunun isə H2SO4 2 dənə qalığı var. HSO4 1 valentli, bir də SO4 2 valentli olur. Və burada Z də həmçinin 1 valentlidir ki, yenə də burada indeks yazılmayıb. Doğru cavab oldu 2, 1, 1. A variantına uyğun. 5-ci sual. Eyni kütlədə götürülmüş qələvlərdən hansının tam neytrallaşmasına daha çox sulfat turşusu lazımdır? Burada litium, natrium, kalium, rubidium, sezium sırasında, yəni bunlar alt-alta yerləşib birinci qrup metallardır. Litium, natrium, kalium, rubidium, bir də sezium. Yuxarıdan aşağıya doğru getdikcə atom kütləsi artır. Yəni bunların kütlələri artır. Və eyni kütlədə götürüləndə kütləsi ən kiçik olan bunlar da litiumdur. Yəni litiumu seziumun kütləsinə gətirmək üçün artırmalıyıq. Bunu da artırdıqda, yəni ona ən az kütlədə olan elementə daha çox mol miqdarda turşu düşəcək. Yəni bu cür eyni kütlədə götürülmüş maddələrdə hansına daha çox molda maddə lazım olduğunu soruşsa, o zaman ən kiçik kütləni qəbul eləyəcək. Yəni burada da ən kiçik kütlə litium hidroksid olacaq. Doğru cavab oldu A variantı. Hansı maddə adi şəraitdə məhlulldakı heç bir normal duz ilə mübadilə reaksiyasına daxil olmur? Yəni duz üstəgəl duz reaksiyası, reaksiyanın getmə şərti idi. Nə zaman gedirdi? Əvvəldə çöküntü olmasın. Barium SO4 çöküntüdür, getməyəcək. Doğru cavab oldu B variantı. 7-ci sual. Hansı maddələr cüt arasında reaksiya baş verir? Sink hidroksid, amfoter hidroksid olduğuna görə natrium hidroksidlə və sulfat turşusuna reaksiya daxil olacaq. Kalsium karbonat çöküntüdür. Duz üstəgələk metal OH reaksiyası o zaman baş verirdi ki, əvvəldə çöküntü olmasın, bu getməyəcək. Amma kalsium karbonat, bəli, sulfat turşusu ilə reaksiyaya daxil olacaq. Buradan kalsium SO4 alınacaq, bir də karbon qazı və su alınacaq. Doğru cavab olacaq 1, 2 və 4.
uyğundur Y variantına. 8-ci sual. Sxemdəki reaksiyaları bax. Mis oksidin üzərinə biz H xlor əlavə eləmişik. Buradan mis xlor 2 plus su alınıb. Yəni bu reaksiya bu şəkildə birinci reaksiya baş verir. Deməli bu reaksiya oldu dəyişmə reaksiyası. İkinci hissədə mis xlor 2-dən baxırıq ki, mis hidroksid alınıb. Deməli natrium OH duz üstəcilə əsas reaksiyası o zaman gedir ki, əvvəldə çöküntü yoxdur və axırda mis OH2 çöküntüsü alınıb. Bəli, bu reaksiya baş verir. Bir də natrium xlorid alınır. Bu bizim ikinci reaksiyamızdır. Bu da həmçinin dəyişmə reaksiyasıdır. Üçüncü reaksiyada isə artıq mis 2 hidroksid parçalanıb mis 2 oksidə, bir də suya. Bu artıq parçalanma reaksiyasıdır. Doğru cavab oldu Y variantı. 9-cu sual. X və Y-i müəyyən edin. Buradan kalsium dihidro ortofosfat deyir alınsın. Yəni nə zaman alınır? Hansı mol nisbətində götürsək bu alınır. Bunu deməli yazmaq lazımdır. Məsələn, deyək ki, kalsium A variantına baxırıq. OH2-ni götürmüşük 2 mol. Bunu açıq şəkildə yazaq, daha yaxşı başa düşülsün. Kalsium hidroksiddən 2 mol götürmüşük. Bunu 2 ədəd yazıram və ortofosfatdan 3 mol götürmüşük. Yəni 3 dənə ortofosfat yazmalıyıq. Bu biri, bu ikincisi, bu da deməli üçüncüsü. Biz deyirdik ki, hidrogenlə OH çıxacaq. Baxın, hidrogen, OH-lar çıxdı. Hidrogenlərlə OH-lar getdi və sonda nə qaldı sonda? Sonda deməli baxırıq ki, 2 dənə kalsiumdur, 3 dənə fosfordur və bir də hidrogenlərimiz var. 1, 3, 4, 1, 2, 3, 4, 5 dənə hidrogenimiz sonda qalıb. Deməli, buradan bir dənə kalsium dihidro ortofosfat yaranıb. Fikir verin, 4 dənə hidrogeni artıq biz burada yazdıq və kalsiumun birini yazdıq. Amma kalsiumun biri qaldı, hidrogenin biri, fosforun da biri qaldı və bu şəkildə kalsium bu dihidro ortofosfatdır, bu isə hidro ortofosfatdır. Yəni 2 cür duz yaratdı. Amma bizə lazım idi ki, sadəcə 1 mol dihidro ortofosfat yaransın. Deməli, bu deyil. Burada başqa məhsul da alındı. İndi baxırıq B variantına. Kalsium hidroksiddən 2 mol götürmüşük. Ortofosfat turşusundan da, yox, hər birindən 1 moldur. Hər birindən B variantında 1 moldur. Və buradan hidrogen OH apardı, hidrogen OH apardı, kalsium H, BO4, bir də su qaldı. Yəni yerdə qalanlar birləşdi. Baxın, bu şəkildə bunlar birləşdi. Qalanlar da su şəkildə çıxdı. Yenə də biz hidroortofosfat aldıq. Bizə lazımdır hidroortofosfat alınsın. Deməli, bu da doğru deyil. Baxırıq C variantına. Kalsium hidroksiddən deyir 3 ədəd götürülüb. Kalsium hidroksiddən deməli biz 3 ədəd götürürük. Və H3BO4-dən də 1 ədəd, 1 mol götürülüb. 1 mol götürülüb. Hidrogenlərlə OH-lar getdi və sonda nə qalır? Sonda 3 dənə kalsium var. Kalsium 3, PO4 2 dəfə qalır. Bir də hidrogen qalmadı. Bir də buradan su çıxacaq. Yəni qalan məhsullar bunlardır. Amma bizə də yenə də dihidro ortofosfat alınmadı. Baxırıq D variantına. 3 mol yenə də kalsium OH2 götürülüb. Yenə də kalsium hidroksidi 3 mol götürürəm. OH və turşunu isə 2 mol götürürəm. Bu biri, bu da deməli digəri. Hidrogenlərlə OH-lar getdi. Deməli 6 ədəd orada, 6 ədəd burada. Yenə də sonda normal duz alındı. Kalsium 3, PO4 2 dəfə, bir də su alındı. Və bizə lazım olan yenə də alınmadı. Baxırıq sonuncu Y variantına. 1 mol kalsium hidroksiddir. Üzərinə 2 mol turşu əlavə olunub. Bu 1 mol turşu. Bu isə deməli 2-ci mol turşumuz. OH hidrogeni apardı. Sonda baxın, bir dənə kalsium qaldı, yazıram. Biraz yuxarıdan yazım. Bir dənə kalsium qaldı, yazıram. Baxın, 1, 2, 3, 4 dənə hidrogen qaldı. H2, 2 dənə fosfor, PO4, 2 dəfə. Bəli, həqiqətən də kalsium dihidro ortofosfatı artıq 1 mol olaraq biz buradan aldıq. Bir də 2 mol su aldıq. Doğru cavab oldu Y variantına uyğun. Baxırıq 10-cu suala.
10-cu sualda adi şəraitdə hidrogen xlorinlə reaksiya daxil olur və natrium hidroksidlə reaksiya daxil olursa, XO amfoterdir. Amfoter. YO-ya baxırıq. YO-da isə nə H xlorla, nə də natrium OH-la reaksiya daxil olmursa, bu duz əmələ gətirməyən oksiddir. Oksid. Deməli, duz əmələ gətirməyən oksiddir YO-yumuz və deyir YO suda həll olunur. Bəli, bu doğrudur. Duz əmələ gətirməyən oksidlər suda həll olunur. XO suda həll olur. Xeyr, amfoter oksidlər suda həll olunur. X metal, bəli, amfoterdirsə metaldır. Y isə qeyri-metaldır. Bəli, duz əmələ gətirməyən oksidlərimiz hansılar idi? N2O, NO, CO, bir də silisium O. Hər biri qeyri-metaldır. Deməli, bu da doğru ifadədir. Doğru cavab oldu. Birinci ilə üçüncü D variantına uyğun. 11. X plus Y cəmini deyir müəyyən edin. Burada qarışığın litri verilib, amma biz bilmirik CO2-dən nə qədərdir, SO2-dən nə qədərdir. Əvvəlcə ümumi qarışığın litrin bölürəm, deməli 22,4-ə V molyara və hesablayıram ki, 0,25 mol qarışığın mol miqdarıdır. Və qarışıqda bunlar natrium hidroksidlə reaksiyaya daxil olanda burada yazaq ki, 0,25 mol yadda qalsın. Yəni, karbon qazı ilə natrium OH minimum miqdarda reaksiyaya daxil olanda turş duz yaranır. Çünki bu H2CO3-ün qalığıdır. HOH-a bərabər olanda normal duz yaranır. Burada birdən OH var. Bu ancaq iki hidrogenli, yəni iki əsaslı turşu yaradır. Ona görə də buradan turş duz yaranır. SO2 də həmçinin CO2-də olduğu kimi burada turş duz yaradılacaq. Natrium hidrosulfid. Hidrosulfidi yaratdı. Və bunlar minimum miqdardır, yəni X-in qiymətidir. Amma maksimum miqdar artıq reaksiyaya daxil olsa, CO2 ilə, yəni maksimum miqdar nə deməkdir? 2 mol natrium OH ilə reaksiyaya daxil olsa, buradan natrium karbonat alınacaq, bir də su alınacaq. Və eyni zamanda SO2 də bunun kimidir. 2 mol natrium OH ilə reaksiyaya daxil olanda natrium 2SO3, bir də su alınacaq. Bu artıq Y-lərdir, yəni maksimum miqdardır. Və indi biz buradan X-dən Y-in qiymətini hesablamalıyıq. Bunu da necə hesablayırıq? Baxın, fikir verin. Bu iki reaksiyada, yuxarıda yazdığım bu iki reaksiyada nə qədər maddə sərf olunub? Bax, bunun 1 moluna 1 mol natrium OH sərf olunub. Bunun 1 moluna 1 mol natrium OH sərf olunub. Yəni 2 mola 2 mol sərf olunub. Ümumi qarışığımızda 0,25 moldur. Bəs 0,25 mola nə qədər natrium OH sərf olunur? Deməli, buradan X-i tapırıq ki, elə 0,25 mol sərf olunur. Deməli, X-in qiyməti olur, X bərabər olur 0,25 vurulsun, natrium OH-ın da molyarı 40-dır. Bu eləyəcək, deməli, 10 qram. X-imiz oldu 10 qram. 0,25 mol idi ümumi qarışığımız. Artıq bununla bizim işimiz bitdi. İndi baxırıq aşağı hissəyə. Bu hissədə biz baxırıq ki, 1 mol qazdır, 1 mol qazdır. Cəm 2 mol qazığa, baxın, 4 mol natrium OH lazımdır. Bəs 0,25 mola nə qədər natrium OH lazımdır? Buradan hesablayırıq ki, X bərabər olur 0,5-ə. Artıq Y bərabər olur, Y-lə işarələmişdik bunu 0,5-ə. Və yəni 0,5 mol natrium OH lazımdır. Və 0,5 natrium OH-ın da molyarı 40 qramdır. 40-a vururam, cavab olur 20 qram. Bizdən də X plus Y cəmin soruşur. Bu Y-dir. X plus Y bərabərdir 10 üstəgələ 20. Doğru cavab burada 30-a bərabər olacaq. Doğru cavab oldu Y variantı. Baxırıq 12-ci suala. X və Y deyir müəyyən edin. Yenə də turşu yazırıq. 1 mol verib turşudan. Ortofosfat turşusu 1 moldur. Üzərinə kalsium hidroksid əlavə olunub və bu da həmçinin 1 moldur. OH-larla, deməli, hidrogenlər getdi. Sonda nə qaldı? Kalsium, H, PO4. Hidrogenin biri burada qaldı. Axı, üstəgələ su alındı. Və nə qədər su? Çıxan hidrogenlə OH-ın sayı qədər 2 mol su çıxdı. İndi bizə deyir ki, baxın, emeri bunun 98-dir. Bu 98-dir. Bu da deyir 74-dür. Yəni, buradan biz bunu hesablamalıyıq. Duzun emerini hesablamalıyıq və suyumuz da nə qədərdir? 2 vur 18 qramdır, düzdürmü? Kütlənin saxlanma qanununda demişdik ki, reaksiyaya daxil olan maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabərdir. Buradan biz emeri hesablasaq, deməli 98 + 74 çıx 36, deməli bu edəcək 136 qram. Doğru cavab olacaq 136 qram və duzun da adı
Duzun adı olacaq, deməli, kalsium hidroortofosfat, bir dənə hidrogen var axı, kalsium hidroortofosfat və 136 qram. Doğru cavab oldu B variantı. 13-cü sual. Burada birinci verilən, bax, metal oksidinin kütləsidir, metal oksidin kütləsidir. İkinci verilən isə metalın kütləsinin, yox, metalın kütləsidir, bağışlayın, metalın kütləsidir. Metalın kütləsidir, digəri də oksigenin kütləsidir. Biri metalın kütləsi, digəri oksigenin kütləsidir və yadda saxlayın ki, metala yaxın olan, harda metalın kütləsi çoxdursa, o metala yaxın yerləşəcək. Harda oksigenin kütləsi çoxdursa, bax, bu da oksigenə tərəf yaxın yerləşəcək. İndi bizə bunları tapmaq tələb olunur. Və baxırıq ki, X hardadır, X buradadır. Bax, burada lityum 2 oda. Lityum, deməli, 7-dir. 7 vur 2, lityum 2 oda. Kütlə nisbəti necədir? 14/16. Oksigenin kütləsi çoxdur. Deməli, bu aid olacaq lityum 2 oksigenə. İndi baxırıq, maqnezium oksid. Maqnezium oksiddə 24-dür, burada oksigen 16-dır. Bir də var, veriləndə variantlar içərisində kalsium oksid. Kalsium 40-dır, oksigen 16-dır. Baxın, burada kalsium daha çoxdur, maqneziumdan daha çoxdur. Ona görə də Z olacaq kalsium oksid, ortada yerləşən Y-də olacaq maqnezium oksid. Yəni, doğru cavab burada D variantına uyğun olacaq. 14. X hansı metal ola bilər? Fikir verin, həm turşu ilə, həm də əsasla reaksiyaya daxil olursa, bu amfiter metaldır və doğru cavab olacaq sink C variantına uyğun. 15-ci sual. Məhlulun qatılığı verilib. Baxın, sulfat turşusu ilə natrium hidroksid reaksiya girir. Deyir, tam neytrallaşma reaksiyası. Neytrallaşma üçün HOH-ə bərabər olmalıdır. Burada baxırıq, 2 hidrogen var, burada bir dənə OH var, deməli, qarşısına 2 yazmalıyıq. Və sulfat turşusu məhlulunun kütləsi verilib, 20%-dir deyir. Mən bunun 20%-ni hesablayıram. Bunun 20%-i deməli eləyir 39,2. Gətirib yazıram sulfat turşusunun üzərini. Aşağıda molyar kütləsini yazıram 98 qram. Və bizdən natrium OH-ın məhlulu verilib. Və bir də qatılığı verilib. X vur 40/100, həll olanı tapıram. Yəni natrium OH-ın kütləsini tapıram ki, 0,4x-dir. Gətirib yazıram üzərinə. Aşağıda da molyarını yazıram. 2 vur 40, 80 qram eləyəcək. Və buradan mən tənasüblə X hesablayıram ki, X 80 qrama bərabər olacaq. Doğru cavab oldu C variantı. 16-cı sual nəzərdən keçirək. Baxın, fikir verin, Z heç biri ilə reaksiyaya daxil olmayıb. Nə turşu ilə, nə əsasla reaksiyaya daxil olmayıbsa, Z burada amonyak, azotdur, bağışlayın, azotdur. Azot çünki nə natrium OH ilə, nə də sulfat turşu ilə reaksiyaya daxil olmur. Burada turşu ilə reaksiyaya daxil olan, fikir verin, X ilə Z alınıb, amma Y reaksiyaya daxil olub. Deməli, Y turşu ilə reaksiyaya daxil olma qabiliyyətinə malikdir. Yəni, əsasi xassəyə malikdir. Əsasi xassəyə malik olan amonyakdır. Deməli, Y-imiz amonyak oldu, Z azot oldu. X-imiz də qələvi ilə daxil olursa, deməli, turşu oksididir. Yəni, doğru cavab oldu A variantı. 17. Uyğunluğu müəyyən edin. Qələvlərlə reaksiyaya daxil olur, turşularla daxil olmur. Deməli, bunu yazaq. 1, 2, 3, biri X, Y, Z-dir. Qələvlərlə reaksiyaya daxil olur, turşularla reaksiyaya daxil olmursa, əgər bu turşu oksididir. 1-ə yazdıq C variantı. CO2 turşu oksididir. Həm turşu, həm də qələvi ilə reaksiyaya daxil olan amfiterlərdir. 2-yə yazacaq, deməli, A və D-ni. Turşularla reaksiyaya daxil olub, qələvlərlə daxil olmayan əsası oksiddir və B ilə də Y variantını biz yazacağıq 3-cünə. Doğru cavab oldu 1C, 2AD, 3BY. 18. Eyler-Venn diaqramına uyğun olanları deyir, göstərin. Burada deməli yazaq 1-ci, 2-ci, 3-cü Rum rəqəmi ilə yazaq, qarışmasın. Deməli, birincinə 2 turşulu əsas burada hansıdır? Sink hidroksiddir, düzdürmü? Deməli, birinci aid olacaq 3-cünə. Suda yaxşı həll olan demişdik ki, ləman singiz Rembo kinosuna baxmağı sevir. Cananın OH-ları suda yaxşı həll olurdu. Xlorid turşusu ilə reaksiyaya daxil olan hər ikisidir. Çünki hər ikisi əsasdır. Deməli, 2 aid olacaq 3-cü. Amfoter xəstəlidə olan əlbəttə ki, sink hidroksiddir. Doğru cavab olacaq, deməli, 18-ci sualda A variantı. 19. Kalsium fosfit. Kalsium deyir, bir də fosfor deyir. Bu 3 valentli, bu 2 valentli. Kalsium 3, B2.
oldu formulu kalsium 3P2. Doğru cavab oldu C variantı. 20-ci sual. Bərk maddə kütləsinin zamanla asılı qrafikinə uyğun tənişləri müəyyən edin. Biz demişdik ki, əsaslardan, deməli, Ləman Çingiz Rainbow kinosuna baxmağı sevir. Cananın OH-ları qızdırdıqda parçalanmır. Yəni, natrium OH-la kalium OH qızdırdıqda parçalanmadığına görə kütləsi dəyişilməyəcək. Amma bununla bu, artıq bunlar, bax, mis oksidə, bir də suya, burada dəmir 2O3, bir də suya parçalanacaq. Yəni, kütləsi azalacaq. Doğru cavab olacaq 1 və 3 Y variantına uyğun. 21. Hansı turşular turşduz əmələ gətirmir? Bir əsaslı turşular turşduz əmələ gətirmir. O da hansıdır? 1-ci və 4-cü. Doğru cavab oldu A variantı. Oksidləri göstərin. Natrium 2O2 peroksiddir, barium O2 peroksiddir. Deməli, natrium 2O2 peroksiddir, barium O2 peroksiddir. Doğru cavab oldu Y variantı turşu oksidləridir hər biri. 23. Deməli, hansı halda əsasla turşunun verilmiş nisbətində əsasi duz alınır? Əsasi duz alınması üçün OH-ın sayı çox olmalıdır. OH-ın sayı hidrogenin sayından çox olanda əsasi alınırdı. H sayı OH sayından çox olanda, deməli, turş duzu alınırdı. H OH-a bərabər olanda normal duz alınırdı. Amma bir şərtlə ki, onlar çox valentli metal olsunlar. Yəni, bir valentli olanda nə əsasi duz, nə də turş duz almaq mümkün deyil. Əsas bir valentli olsa əsasi duz verməyəcək. Molu nə qədər çox olur olsun, fərq eləmir. Sonra turşu nə qədər molu çox olur olsun, fərq etmir. Əgər o bir əsaslı olsa, turş duz verməyəcək. İndi baxaq variantlarımıza. Baxın, burada 3 vur 2, 6 dənə OH var. 2 vur 3, 6 dənə hidrogen var. Normal duzdur. Deməli, biz bunu götürə bilmərik. Bunun üstündən xətt çəkək. Burada 2 OH, 2 hidrogen, bu da olmayacaq. 2 OH, 2 hidrogen olmayacaq, normal duz alınacaq. 2 OH-ı var, 4 dənə hidrogeni var, buradan turş duz alınacaq. Amma bizə lazımdır əsasi duz alınsın, bu da olmayacaq. Burada fikir verin. Kalsium, OH, xlor, bir dənə də hidrogenlə OH birləşib su yaradacaq. Doğru cavab oldu Y variantı. 24-cü suala baxırıq. 24-cü sualda, baxın, turşunun biz əsaslığını müəyyən eləməliyik. Onu da necə müəyyən eləyirik? Əsasın verilən kütləsin, yəni 34,2-ni bölürük malyar kütləsinə, tapırıq ki, 0,2 moldur. 0,2 mol barium OH2-dir. Baxın, 2 vur 0,2, 0,4 mol sərf olunub yəni. Nəyə? Turşunun 0,2 moluna 0,4 mol OH lazımdır. OH-ın sayını hesabladım. Demişdik ki, H OH-a bərabər olanda normal duzdur da, tam neytrallaşma reaksiyasından söhbət gedir. Ona görə H OH-a bərabər götürməliyik. OH-ın sayını hesabladıq ki, nə qədər oldu? 0,4 mol. Bəs 1 mol turşunu neytrallaşdırmağa nə qədər OH lazımdır? Bunu tapmalıyıq. X buradan bərabər oldu 2-yə. Deməli, 2 mol lazımdırsa, onda bizim deməli turşumuz 2 əsaslı turşudur. 2 əsaslı turşudur ki, qarşısına 2 mol yazanda H2 məsələn SO4, baxın göstərirəm aşağıda, bax, barium deyək ki, barium OH2-dir, düzdürmü? 0,2 moldur. Bu da 0,2 mol H2SO4 olsa, bu da 4 dənə, bu da 4 dənə, yəni bir-birinə bərabər olacaq. Biz 2 tapdıq molunu, düzdürmü? Bu da 2 mol, bu da 2 mol. 4 dənə OH, 4 dənə hidrogen. Deməli, bizim turşumuz 2 əsaslı turşudur ki, tam neytrallaşma reaksiyasında H OH-a bərabər olub. Doğru cavab olacaq B variantı.